Demək, elə bax bu mövzu ilə bağlı dostlar, Kəramətin bir açıqlaması vardı. Çox maraqlı bir açıqlama vardı. Elə əxlaqla bağlı Kəramət Böyükçöl. Yeri gəlmişkən dostlar, bir etirafı var senzura. Sonra da atası ilə bağlı bir açıqlaması var. Demək, Kəramət Böyükçöl hökumət senzurası ilə bağlı yazır dostlar. Deyir, hökumət mediasındakı sərt senzura adamların təkcə cümlələrini, fikirlərini yox, həm də ürəyini, qulağının içindən çəkib çıxarır. Deyir ki, mən o vaxt Aynur Camalqızın saytlarında köşə yazıları yazırdım. Kəramət Böyükçöl deyir. Nə qədər əzabı bir şey olduğunu çox yaxşı bilirəm. Bəzən cümləmi yazıdan çıxarır, onu dəyişdirirdilər. Məsələn, mən yazırdım ki, Azərbaycanda vicdanı adamın üstündə narkotik vasitə kimi tuturlar. Deyir ki, məsələn deyir, mən yazırdım ki, Azərbaycanda vicdanı adamın üstündə narkotika kimi həbs ediblər. Cümlə saytda belə gedirdi. Narkotik istifadəsi olmaq vicdansızlıqdır. Ən dəhşətlisi odur ki, bir müddət sonra daha heç kim sənin cümləni düzəltmir. Necə yazmaq lazım olduğunu özün başa düşürsən və necə mənası, necə eybəcər bir adam olduğundan özünün də xəbərin olmur. İndi hərdən hökumət saytları zəng edib məndən açıqlama alır. Bir tərəfdən jurnalistə yazdığım gəlir. Buna material lazımdır, maaş almalıdır. Bir tərəfdən də fikirlərini elə təhlil edirlər ki, yazı sayta gedəndə adam özünü tanımır. Bir də görürsən sənin əvəzinə təriflədiyin adamı pisləyirlər, pislədiyin adamı da tərifləyirlər. Çingiz Aytmatovu tərifləyirsən, efirə gedəndə görürsən ki, Çingiz Abdullayevi tərifləmisən. O gündə Cəmil Həsənlidən danışmışam efirdə, Cəmil Əliyev gedib. Gülüş işarəsi. Əziz dostlar, Cəmil Həsənlidən danışmışam efirdə, Cəmil Əliyev gedib. Və əziz dostlar, yeri gəlmişkən, demək, Kəramət Böyükçölün bir açıqlaması var. Deyir, atam mənə tərbiyə verməyib, mən də oğluma tərbiyə vermirəm. Saytlar belə bir xəbər yayıb. Tanınmış yazıcı Kəramət Böyükçöl bu dəfə atası Qəşəm Nəcəfzadə barədə dedikləri ilə gündəmə gəlib. Pravda xəbər verir ki, zarafat bir yana, verilişində qonaq olan Böyükçöl atasının ona tərbiyə vermədiyini deyib. Mən atamın evdəki etirazlarından yaranmışam. Əslində atamın çölə çıxan tərs çevrilmiş üzüyəm. Aramızda vaxtilə problemlər, dava-dalaşlar olub. Daha çox düşüncələrimiz dalaşıb. Məişət davası olmayıb. Soruşmuşlar ki, davada kim qalib gəldi? Mən qalib gəldim. Baxın əziz dostlar, özü də etiraf edir ki, aramızda vaxtilə problemlər, dava-dalaşlar olub. Nəyin üstündə olub? Daha çox da deyir ki, yəni hər kəsin verə biləcəyi bir sual var, haqlı olaraq. Kəramət Böyükçöl atası Qəşəm Nəcəfzadə ilə nə üstündə dalaşıb? Özə Qəşəm Nəcəfzadə yaxşı şairdir, əziz dostlar. Çox yaxşı şeirləri var. Davam edirəm. Kəramət Böyükçöl deyir, mən qalib gəldim. Deyir, soruşmuşlar ki, davada kim qalib gəldi? Mən qalib gəldim. Amma hiss etdim, atam
özü uduzdu. Ata ilə dalaşmaq asan məsələ deyil. Kaş qəşəm Nəcəfzadə atam olmayaydı, onun necə bənzərsiz bir şair olması haqqında ürək dolusu danışaydım. Atamdır. Onu indi necə tərifləyim? Valideyn üçün ən böyük xoşbəxtlik odur ki, övlad onu məsuliyyətdən azad edir. Balacalıqdan atamı məsuliyyətlərdən xilas etmişəm. Evdə mənə inam olub ki, Kərəmət onsuz da özünü qoruyacaq, xilas olmaq üçün variant tapacaq. Atam o qədər də mənə vaxt ayırmayıb. Deyirlər ki, filan kəs ailə tərbiyəsi görüb. Atam mənə tərbiyə verməyib. Bu ailə tərbiyəsi nədir? Sadəcə ona baxmışam ki, nə edir? Mən də oğluma tərbiyə vermirəm. Tərbiyə necə olur? Axı onu bilmirəm, deyə Kərəmət Böyükçöl deyib. Zarafatlar bir yana verilişində qonaq olan Kərəmət Böyükçöl atasının ona tərbiyə verməsinə deyib. İndi əziz dostlar, bunu saytlar hərə bir cür verir. Yəqin Kərəmət Böyükçöl demək istəyir ki, atamın davranışlarına baxıb tərbiyə götürmüşəm. Atam mənə tərbiyə verməyib deyə oğluna, övladına, qızına da tərbiyə vermək niyyətində deyil. Amma belə baxanda indi bilmirəm, mən tamaşaçılara sual verirəm. Kərəmət Böyükçölü tanıyırsınız, atası Qəşəm Nəcəfzadəni də tanıyırsınız. Sizcə Kərəmət Böyükçölə atası necə tərbiyə verib? Yaxşı tərbiyə verib, pis tərbiyə verib. Amma Kərəmət Böyükçöl deyir ki, atam mənə tərbiyə verməyib, mən də oğluma tərbiyə vermirəm. Kərəmət istedadlı yazıcıdır. Kərəmət bugün Azərbaycan gündəmini dəyişmək gücündə olan yazarlardan biridir. İctimai rəyə təsir etmək gücünə malikdir. Sizcə Qəşəm Nəcəfzadə oğlu Kərəmət Böyükçölə verdiyi tərbiyə, yenə deyirəm, burada deyir verməyib tərbiyə, amma tərbiyə verib, niyə verməyib? Yəni, onun davranışından baxıb ki, atası hansı ziyalı ilə oturub durur, hansı şairlə oturub durub, hansı mövzuda danışır, belə bu özü tərbiyyədir. Bir var, ata evdə otura, araq içə, əsəbləşə, həyat yoldaşını söyə, döyə, uşaqların döyə. Bir var, ata elmi işlə bağlı müzakirələr apara. Bir var, nə bilim, ata evdə oturub qeybət qıra. Əlbəttə, həmin mühit uşaqlara özü tərbiyə verir. Yəni, uşaq atasına, anasına baxır ki, bir nümunə, nədən nümunə götürürsün? Elə yeri gəlmişkən, əziz dostlar, Kərəmətin bundan əvvəlki senzura ilə bağlı danışdığım, senzura, elə bilirsiniz ki, Kərəmət Böyükçöl yazıcı olanda bildi ki, senzura nə deməkdir. O, uşaq ikən bilirdi ki, içində hansı senzura var. Yəni, evdə, atasının yanında, yəni, belə deyək də, onun özünə məxsus bir senzurası olub. Bunu demək olar atasına, bunu demək olmaz. İndi davadalaşdan danışır, bu o demək deyil ki, çıxıb əl-bayaxa dalaşıblar atası ilə. Yəni, sözün məcazi mənasında deyil. Əziz dostlar, daha sonra Arif Hacılı'dan bir açıklama var. Arif Hacılı'dan bir açıklama var. Görək, Arif Hacılı nə deyir Arif Hacılı? Azərbaycanda əhalinin 10% ümumi sərvətlərinin 58%-nə, əhalinin 50% isə ümumi sərvətlərin yalnız 5%-nə sahibdir. Azərbaycanda əhalinin 10% ümumi sərvətlərin 58%-nə, əhalinin 50% isə ümumi sərvətlərin yalnız 5%-nə sahibdir. Dünya Bankının hesabatından götürüldüyü bu rəqəmlər göstərir ki, əhalinin 10% çox vaxt varlı həyat sürdüyü halda əhalinin 90% gündəlikdə olan şirk naminə çalışmaq zorundadır. Təbəqələşmənin dərinliyini göstərən rəqəmlərdən biri də ölkənin 23% sərvətlərinin əhalinin yalnız 1%-in əlində cəlləşməsidir.
Nəzərə alsaq ki, Azərbaycanda azad bazar iqtisadiyyatı, bərabər hüquqlu rəqabət şəraitində formalaşan sahibkar təbəqəsi yoxdur və bu 1%-ə kimlərin daxil olduğunu müəyyən etmək çətin deyil. Ölkə sərvətlərinin 23%-i yüksək dövlət vəzifələrində olan 1% milyarderin 58% isə bu şəxslərin ətrafında fırlanıb. Öz yüksək həyat səviyyəsini təmin edən 10%-ə qədər varlı təbəqənin əlindədir. Yenə həmin hesabatdan görünür ki, əgər 2005-ci ildə əhalinin orta illik yığım səviyyəsi $475 idisə, indi əhalinin nəinki yığımlar yoxdur, əksinə orta hesablar $88 borcu var. O dövrdən bu günə qədər elə yavaşlamışıq ki, indi adam başına düşən gəlirlərin, maaşların, pensiyaların, sosial yardımların həcminə görə əksər postsovet ölkələrindən, o cümlədən Gürcüstan və Ermənistandan xeyli geridə qalmışıq. Dəyərli dostlar, Arif Hacılı deyir ki, o dövrdən bu günə qədər elə yavaşmışıq ki, adam başına düşən gəlirlərin, maaşların, pensiyaların, sosial yardımların həcminə görə əksər postsovet ölkələrindən, o cümlədən Gürcüstan və Ermənistandan xeyli geridə qalmışıq. Əvəzində təhsil haqları, səhiyyə xidməti, cərimələr, vergilər, gömrük və kommunal ödənişlər bu ölkələrin əksəriyyətində olduğundan yüksəkdir.